Salam müəllimlər. Atletika mövzusuna aid sınaq testlərinin izahına baxaq. Sual 1. Atletikada hansı qaçışlarda aşağı startdan qaçışa başlayırlar? Sədlərlə qaçış, estafet qaçışı və 200 metr məsafəyə qaçışlar. Doğru cavab C bəndi. Adını çəkdiyimiz bu 3 mülahizə doğru mülahizədir. Aşağı startdan deyəndə müəllimlər nəyi başa düşməliyik? Atletikada aşağı startdan qaçışa başlamaq yəni nədir? İdmançılar aşağı startdan qaçışa başlayanda start blokundan istifadə edirlər. Bəli. Dizləri yerə qoyurlar ki, qaçışa başlamaq üçün. Hazır ol komandasında dizlər bəli bildiyimiz kimi yerə qoyulur, əllər xətt üzərində olur. Marş komandasında hər bir idmançı qaçışa başlayır. Yəni startdan qaçışa başlamaq mənası budur. İkinci sual. 100 metr sədlərlə qaçışda ilk səddə qədər olan məsafə nə qədərdir? Müəllimlər, biz bilirik ki, 100 metr sədlərlə qaçış qadınların sədlərlə qaçışına aiddir. 100 metr sədlərlə qaçışında start xəttindən ilk səddə qədər olan məsafə 13 metrdir. Doğru cavab A bəndi. Üçüncü sual. Məsafə boyu qaçışın əsas vəzifəsi nədir? Məsafə boyu qaçışın əsas vəzifəsi maksimal sürətin əldə olunması. Doğru cavab B bəndi. Dördüncü sual. Qaçaraq uzunluğa tullanmanın ən əlverişli usulu hansıdır? Qaçaraq uzunluğa tullanmanın ən əlverişli üsulu qayçıvari usuldur. Ən sadə üsulu ayaqları bükərəkdir. 5-ci sual. Maneələrlə qaçışda hər dövrədə olan quru və su maneələrinin ardıcıllığını göstərək. C bəndinə baxırıq. 3 quru, 1 su və sonuncu quru maneəsidir. Doğru cavab C bəndi. Uyğunluğu müəyyən edək. Baxırıq. Çəkic və disk. Çəkicə aid olan qaydalar hansılardır? Diskə aid olan qaydalar hansılardır? Baxaq. Çəkic. Kişilər üçün çəkicin çəkisi 7 kg 7 kilo 260 qrama qədərdir. Bu doğru mülahizədir. Sonra xüsusi sektordan atılır. Bu da doğru mülahizədir. 1AB çəkicə aiddir. Diskə aid olanlara baxaq. Xüsusi sektordan atılır. Bu doğru mülahizədir. Sektorun diametri 250 cm-dir. Doğrudur. Süzmə qabiliyyətinə malikdir. Bəli, disk süzmə qabiliyyətinə malikdir. Çəkic 1AB, disk 2BC'dir. Doğru cavab C bəndi. 6-cı sual. 4x100 estafet qaçışında 4-cü idmançı estafeti hansı əli ilə qəbul edəcək? Deməli, müəllimlər biz bilirik ki, 4x100 metr estafet qaçışında birinci etapda qaçan idmançılar estafeti sağ əli ilə tutub 100 metr qaçandan sonra komanda yoldaşlarına ötürülür və ikinci etapda duran idmançılar ki var, estafeti sol əli ilə qəbul edirlər. İkinci idmançılar qaçaraq, üçüncü etapda duran idmançılar ki var, komanda yoldaşlarına estafeti sağ əlləri ilə qəbul edirlər. Üçüncü etapda qaçan idmançılar, dördüncü etapda duran idmançılar ki var, komanda yoldaşlar, dördüncü etapda duran idmançılar öz komanda yoldaşlarına estafet çubuğunu sol əlləri ilə qəbul edəcəklər. 6-cı sualın doğru cavabı C bəndi. 7-ci sual. Qaçaraq uzunluğa tullanmanın üsullarına baxaq. Qaçaraq uzunluğa tullanmanın üsulları müəllimlər. Ayaqları bükərək, beli arxaya əyərək və qayçıvarı 1, 4 və 5. Doğru cavab C bəndi. Qaçış yolunun uzunluğu necə ölçülür? Biz bilirik ki, qaçış yolunun uzunluğu finiş xəttinin daxili tərəfindən start xəttinin xaricinə kimi ölçülür. Doğru cavab B bəndi. Atletikaya aid qeyd edilənlərdən neçəsi doğrudur? Baxırıq. Atletikaya aid qeyd edilənlər qısa məsafələrdə qaçışlarda hər bir idmançı öz qaçış yolunda qaçır. Bu doğru mülahizədir. Sədlərlə qaçışda 10 səd var. Bəli müəllimlər. Sədlərlə qaçış bilirik ki, qısa məsafələrə qaçışdır. Sədlərlə qaçışda yalnız 10 səd qurulur. 1500 metr məsafəli qaçışda 100 metrdən sonra qaçış zolağı qüvvədən düşəcək. Xeyr, 1500 metr məsafəli qaçışda qaçış başlayan kimi zolaq qüvvədən düşəcək və hər kəs istədiyi zolaqda qaça bilər. Bu doğru mülahizə deyil. Sonra qısa məsafəli qaçışları sprinter deyirlər. Bu doğru mülahizədir. 4x100 metr estafetdə ikinci mərhələdə qaçan estafetçi aşağı startdan qaçışa başlayır. Xeyr, müəllimlər. 4x100 metr estafet qaçışında birinci mərhələdə qaçan, birinci etapda qaçan, birinci mərhələdə qaçanlar aşağı startdan qaçır. İkinci mərhələdə qaçanlar yuxarı startdan qaçır. Bu doğru deyil. Orta məsafəli qaçışlara yuxarı startdan qaçışa başlayırlar. Bu doğru mülahizədir. Deməli, 9-cu sualın 4 mülahizəsi doğrudur. Birinci mülahizə doğrudur, ikinci doğrudur. Bəli, üçüncü mülahizə və 6-cı mülahizələr doğrudur. Doğru cavab C bəndi. 10-cu sual. Hündürlüyə tullanmanın üsullarını göstərək, seçək, baxaq. Hündürlüyə tullanmanın üsulları hansılardır müəllimlərə? Aşma, yuvarlanma, addımlama, dalığa, Foyspiruflov və Foyspiruflov. Bu qədər. Deməli, hansılar oldu?
Aşma, yuvarlanma, addımlama, dalğa, fosbiuru, flop. Doğru cavab C bəndir. Qaçış 11-ci sual. Qaçış zamanı bir qaçış addımında yaranan fazaları göstərək. Dayaq, uçuş, dayaq. Doğru cavab D bəndir. Estafet qaçışına aid qeyd edilən mülahizələrdən neçəsi doğrudur? Baxaq. 2 qəbul etmə üsulu var. Bəli, estafetin 2 qəbul etmə üsulu var. Vizual və qeyri-vizual. Sonra 4 vur 100 metrdə vizual estafet üsulundan istifadə edirlər. Xeyr, 4 vur 100 metrdə qeyri-vizualdan istifadə edilir. 4 vur 400 də vizual üsuldan istifadə edilir. Bu doğru deyil. Estafet qaçışlarında ötürmə zonası 30 metrlik dəhlizdir. Bu doğrudur. Estafeti ötürərkən hop komandası verilir. Bu da doğru mülahizədir. Atletika komandalı növdür. Bu doğrudur. Birinci estafet sağ əllə ötürülür. Bu da doğru mülahizədir. 4 vur 400 də bir ötürmə var. Xeyr müəllimlər. 4 vur 400 də 3 ötürmə var. Bir dəhliz var. Ötürmə dəhlizi var. 4 vur 400 də 3 ötürmə var. Bu zaman 12-ci sualın neçə mülahizəsi düz oldu? Birinci mülahizə düz oldu. Üçüncü mülahizə düzdür. 1, 3, 4 düzdür. 5 düzdür. Bir də 6. 4 mülahizə doğrudur. Doğru cavab A bəndir. Baxırıq. 13-cü sual. Düzgün qaçışın texnikasına aid deyil. Aha. Başı əymədən, titrətmədən düz saxlamaq lazımdır. Bu doğru mülahizədir. Qolları tarazlığını saxlamaq üçün aktiv hərəkət edilir. Bu da doğrudur. Çiyinlər mümkün qədər boş olmalı və arxaya aparmalıdır. Bu doğrudur. Pəncə ilə qaçış. Bu da qaçışın düzgün texnikasıdır. Qollar dirsəkdən 90 dərəcədən çox bükülməlidir. Xeyr, qollar dirsəkdən ən çox 90 dərəcəyə qədər bükülməlidir. Doğru olmayan sonuncu bənd, Y bəndi. 14-cü sual. Disk atmaya aid səhv edən fikirləri göstərək. Kişilər üçün lövhənin eni 22 sm-dir, yəni diskin. Bu doğrudur. Disk lövhə eyni anlayışdır, müəllimlər. Qadınlar üçün lövhənin eni 18 sm-dir. Bu doğru mülahizədir. Qadınlar üçün lövhənin çəkisi 1 kiloqramdır. Doğrudur. Sonra sonuncuya baxaq. Hər cəhd üçün idmançıya 1,5 dəqiqə vaxt verilir. Bu doğru mülahizədir. Doğru olmayan optimal uçuş bucağı 34 dərəcədir. Xeyr, optimal uçuş bucağı 35-37 dərəcədir. Bəli, disk atmada uçuş bucağı 35-37-dir. Doğru olmayan D bəndir. 15-ci sual. Qaçaraq hündürlüyə tullamada beynəlxalq yarışlar üçün yerənmə sektorunun, yəni döşəyin ölçüləri nə qədərdir? 6 metr uzunluğu, 4 metr enidir. 16-cı sual. Qaçış fazalarına aid olanları göstərək. Baxaq, qaçış fazalarına aid olanlar hansılardır? Start sürətlənməsi, məsafə boyu qaçış və finiş etmə. 17-ci sual. Uyğunluğu müəyyən edək. Qısa məsafəli qaçışlar və orta məsafəli olan qaçışlar. Baxırıq. Qısa məsafəyə hansı qaydalara aiddir? Qısa məsafəyə qaçışlarda start qəliblərindən istifadə edilir. 1A. Bu doğrudur. İdmançılar öz qaçış yolunda qaçır. D. Bu da doğrudur. 1AD. Bir də 4 fazası var. F variantına baxırıq. Bəli. Hansılardır? Start sürətlənməsi, məsafə boyu qaçış. Deməli hansılar olur? 1 A, D, F. Bu qısa məsafələrə düzdür. Qısa məsafələrə aid olan qaydadır. Yəni hansılardır? Start qəliblərindən istifadə edilir. Qısa məsafələrdə doğrudur. İdmançılar öz qaçış yolunda qaçır. Doğrudur. 4 fazası var. Doğrudur. Hansılardır? Start sürətlənməsi, məsafə boyu qaçış. Orta məsafəyə aid olanlara baxaq. Orta məsafəyə aid olanlar yuxarı start növündən istifadə edilir. 2B. Bu doğrudur. Dözümlük qabiliyyətini inkişaf etdirir. Bu da doğru mülahizədir. Sonra bu məsafəni qaçan atletlər stayer adlanır. Bu da doğru mülahizədir. Bəli, E variantına baxırıq. Bu da doğrudur. F variantına baxırıq. 4 fazası var. Orta məsafəyə qaçışların 4 fazası var müəllimlər. Deməli bu hansılardır? Yadımızda saxlayaq. Start və ilkin sürət, tempin qurulması, tempin saxlanılması, finişə sürətlənmə. Baxırıq ki, orta məsafəyə olan 4 faza olan qaçışlar hansılar oldu? Start və ilkin sürət, tempin qurulması, tempin saxlanması, finişə sürətlənmə. Görürük ki, qısa məsafələrlə orta məsafələri eyniləşdirmək olmaz. Qısa məsafələrdə qaçış oldu 4 faza. Start sürətlənməsi, məsafə boyu qaçış. Orta məsafəli qaçışlarda oldu start və ilkin sürət, tempin qurulması, tempin saxlanması və finişə sürətlənmə. Bu zaman doğru cavab oldu sonuncu D bəndi. 1A, D, F bunlar qısa məsafəyə aiddir.
2, B, C, F, E bunlar orta məsafəyə qaçanlara aiddir. Doğru cavab D bəndi. 18-ci sual. Çoxnövçülüyə aid qeyd edilən mülahizələrdən neçəsi doğrudur? Dekatlon kişilər arasında keçirilir. Bu doğru mülahizədir. Bəli, dekatlon kişilər arasında keçirilir. Dekatlon müəllimlər kişilər arasında, yəni çoxnövçülük deməkdir. Pentatlon klassik növdür. Bu doğru mülahizədir. Pentatlon qadınlara aiddir. Qadınların 7 növçülüyüdür. 10 növçülük atletkanın inisi hesab edilir. Bu doğru mülahizədir. Hepatlonda ikinci gün idmançılar 3 növ üzrə yarışırlar. Bu da doğru mülahizədir. Sonra dekatlonda hündürlüyə tullama növündən istifadə edilmir. Yəni kişilərin çox növçülüyündə deyir ki, 5-ci qayda deyir ki, 5-ci mülahizə. Dekatlonda hündürlüyə tullama növündən istifadə edilmir. Yəni 10 növçülükdə. Xeyr, istifadə edilir. Elə doğru olmayan budur. Digər mülahizələr doğrudur. Çox növçülükdə çəkic atmadan istifadə edilmir. Bəli, bu da edilmir. Deməli, 18-ci sualın 4 mülahizəsi doğrudur. 1, 2, 3, 4 mülahizəsi doğrudur. Doğru cavab 4 mülahizəsi yox, 5 mülahizəsi doğrudur. Yəni çoxnövçülükdə çəkic atmadan istifadə edilmir. 5 mülahizə doğrudur. Doğru cavab D bəndidir. 19-cu sual. Doğru mülahizələri müəyyən edək. Yadro və çəkic atma eyni sektorda icra edilir. Bu doğru mülahizədir. 19-cu sualın doğru bəndi birincidir. Birinci mülahizədir. Digər mülahizələrə baxırıq. 4x400 metr estafet qaçışında 100 metrdən sonra zolaq qüvvədən düşür. Xeyr müəllimlər, 4x400 metr estafet qaçışında 500 metr idmançı 500 metr qaçandan sonra zolaq qüvvədən düşəcək. Bilirik ki, 4x400 metrdə birinci etapda qaçan idmançılar hər kəs öz yolunda bir etap qaçan 400 metr qaçandan sonra estafeti qəbul edənlər artıq 100 metr qaçandan sonra zolaq qüvvədən düşəcək. Cəmində bəli, idmançılar 500 metr qaçmalıdırlar ki, zolaq qüvvədən düşsün. Qaçaraq uzunluğa tullamada ən əlverişli usul addımlama üsuludur. Xeyr, qaçaraq uzunluğa tullamada ən əlverişli usul qayçıvarıdır. Yəni ən səmərəli. Maneələrlə qaçışda quru maneənin eni 3 metrdir. Xeyr, maneələrlə qaçışda quru maneənin uzunluğu deməli 3 metrə 194 santimetrdir. Bu da doğru deyil. Doğru bənd birinci mülahizədir. Uyğunluğu müəyyən edək, baxaq. Üfüqi tullanmalara hansılara aiddir? Şaqili tullanmalara hansı qaydalar aiddir? Baxaq. Üfüqi tullanmalar. Qaçaraq. Üfüqi tullanmalara bəli aid olanlar olacaq. 1B qaçaraq hündürlüyə tullanma və 3 təkanla tullanma. 1BC üfüqi tullanmalara aiddir. Şaqili tullanmalara aiddir. 2AD yəni qaçaraq hündürlüyə tullanma və qaçaraq bir də şüvillə tullanma. Bir də təkrar edirəm, üfüqi tullanmalara aiddir. Üfüqi tullanmalara aiddir. Qaçaraq uzunluğa tullanma üfüqi tullanmalara aiddir. Bəli, qaçaraq uzunluğa tullanma və 3 təkanla tullanma şaqili tullanmalara aiddir. Qaçaraq hündürlüyə tullanma və şüvillə tullanma. 1BC 2AD. 21-ci suala baxırıq. Diqqət komandası zamanı şagirdin düzgün vəziyyətinə aid olanları göstərək. Baldırlar biri-birinə paralel vəziyyətdə. Bu doğrudur. Bədənin ağırlığı yuxarıya, irəliyə aparılır. Bu da doğru mülahizədir. Sonra bəli, bu da doğru mülahizədir. Ayaqların azacıq açılması hesabına çanaq çiyinlərdən bir qədər yuxarıya qaldırılır. Bu da doğru mülahizədir. 21-ci sualın doğru mülahizəsi 1, 2, 5-ci mülahizələr, 1-ci, 2-ci, 5-ci mülahizələr doğrudur. Digər mülahizələrə baxaq müəllimlər. Deyir ki, burada 3-cü mülahizə. Baxışlar aşağı start xəttinə istiqamətlənir. Bu baxışlar aşağı start xəttinə istiqamətlənir. Bu start komandasına aiddir. Sonra tədricən idmançı qamətini düzəldir. Bu da aiddir məsafə boyu qaçışa. Digər bəndlər isə diqqət komandasına aiddir. Doğru cavab B bəndi. 22-ci sual. Start sürətlənməsi zamanı şagirdin fəaliyyətinə deyir aid olanları göstərək. Baxaq. Bədənin irəliyə mailiyi saxlanılır. Bu doğrudur. Qaçış addımının uzunluğu və tezliyi getdikcə artır. Bu da doğrudur, starta aiddir. Qollar kəskin hərəkətlə təkanın sürətli icrasına kömək edir. Bu da doğru mülahizədir. Doğru mülahizələr 1, 3, 5. B bəndi. Digər mülahizələrə baxaq.
Deməli, start sürətlənməsinə aid start sürətlənməsi zamanı şagirdin fəaliyyətinə aid olanlar bildi ki, hansı mülahizələr oldu? Bədənin irəliyə-maliyə saxlanılması, qatış addımının uzunluğu və tezliyi getdikcə artırılması, qollar kəskin hərəkətlə təkanın sürətli icrasına kömək etməsi, bunlar start sürətlənməsi zamanı şagirdin fəaliyyətinə aid olandır. Yəni, yalnız start sürətlənməsinə bu aiddir. Digərə baxaq. Digər bəndlərdə deyir, gövdənin irəliyə maliyi düzdür. Müəllimlər, gövdənin irəliyə maliyi düzdür, yəni azdır. Bu məsafə boyu qaçışa aiddir. Sonra əldə olunmuş qaçış sürətini saxlamaq. Bu da məsafə boyu qaçışa aiddir. 23-cü sual. Maneələrlə qaçışa aid edilən mülahizələrdən hansı yanlışdır? Maneələrlə qaçışda ümumi 35 maneə dəf edilir. Bu doğru mülahizədir. 3000 metr maneələrlə qaçış klassik növdür. Yəni yay olimpiya oyunlarının proqramlarına daxildir. Bu doğrudur. Hər dövrədə 5 maneə var. Bu da doğrudur. Kişi və qadınlar üçün maneənin hündürlüyü 76 sm 76,2 sm-dir. Baxaq. Müəllimlər, 3000 metr maneələrlə qaçışda kişilərin istifadə etdiyi maneələrin hündürlüyü 91,14 sm-dir. Qadınlarda isə 76,2 sm-dir. Yəni hər ikisində eyni deyil. Yanlış olan C bəndidir. Bir də təkrar edirəm. 3000 metr maneələrlə qaçışda kişilərin istifadə etdiyi maneələrin hündürlüyü 91,14 sm-dir. Qadınların istifadə etdiyi maneənin hündürlüyü 76,2 sm-dir. Doğru olmayan C bəndi. Atmaların icra üsullarını göstərək. Baxaq, atmaların icra üsulları hansılardır? Qaçaraq, bir də burada var, fırlanaraq, bir də xətti. Doğru cavab A bəndi. 25. Qaçaraq uzunluğa tullanmaya aid qeyd edilən mülahizələrdən neçəsi doğrudur? Baxaq. Qum xəndəyinin uzunluğu ən çox 10 metrdir. Bu doğrudur. Ən sadə üsulu addımlama üsuludur. Xeyr, ən sadə üsulu ayaqları bükərəkdir. Bu doğru deyil. Sual bizdən neçəsi doğrunu istəyir. 3-cü fazası uçuş fazasıdır. Bəli, qaçaraq uzunluğa tullanmanın 3-cü fazası uçuş fazasıdır. Təkən brüsokdan qum xəndəyinə qədər olan məsafə 1 və 3 metrdir. Bu doğrudur. Təkən brüsokun eni 20 sm-dir. Xeyr, təkən brüsokun eni 30 sm-dir. 25-ci sualın neçə mülahizəsi doğru oldu? Baxaq. 1-ci mülahizə doğrudur. 3-cü mülahizə doğrudur. Və 4-cü mülahizə doğrudur. 3 doğru bənd var. Doğru cavab D bəndi. Tullanmalara aid qeyd edilən mülahizələrdən neçəsi doğrudur? 26-cı sual. İstiqamətinə görə tullanmalar deyir ki, 2 qrupa bölünür. Bəli, tullanmalar istiqamətinə görə 2 qrupa bölünür. Hansılardır? Üfüqi və şaqili tullanmalar. Sonra ikincinə baxaq. Hündürlüyə tullanmadan 3 üsuldan istifadə edilir. Xeyr, müəllimlər, hündürlüyə tullanmadan 5 üsuldan istifadə edilir. Hansılardır bunlar? Yuvarlanma, sonra Foursquare flop. Yox, üzr istəyirəm. Deməli, hündürlüyə tullanma 5 üsullar hansılardır? Addımlama, aşma. Bəli, addımlama, aşma, dalğa, yuvarlanma, Foursquare flop. Bəli, adını çəkdiyim hündürlüyə tullanmanın 5 üsuludur. Bu da doğru mülahizə deyil. İkinci doğru mülahizə deyil. Şüvüllə tullanmada plankanın uzunluğu 4 metrdir. Bu doğru mülahizədir. 3 təkanla tullanmanın üfüqi tullanmalara aiddir. Bu da doğru mülahizədir. Aha, 3 təkanla tullanmanın 3-cü fazası sıçrayışdır. Xeyr, müəllimlər, 3 təkanla tullanmanın 3-cü fazası deməli 3 təkanla tullanmanın 3-cü fazası addımdır. 3 təkanla tullanmanın fazaları baxaq necədir? Belədir. Qaçış, sıçrayış, addım, tullanma. Aha, bu zaman gördük ki, 3-cü fazası nə oldu? Addım oldu. Deməli 26-cı sualın doğru neçə yanlış olduğunu göstərək. Hündürlüyə tullanma yanlışdır. Bir də baxaq. 5-ci mülahizə. 2 bənd yanlışdır. Burada baxaq görək nə göstərir. 3 bəndin yanlış olduğunu göstərir. Görək 3-cü bənd hansıdır? Hündürlüyə tullanma ikinci mülahizə hündürlüyə tullanma yanlış. Sual bizdən yanlış istəyir. Bəli, hündürlüyə tullanma 3 üsuldur. Bu yanlışdır. Şüvüllə tullanmada plankanın uzunluğu 4 metrdir. Yanlış, bu doğrudur. 3 təkanla tullanma üfüqi tullanmalara aiddir.
Üç təkanla tullanma üfüqi tullanmalara aiddir. Burada 3 doğru olmayan bənd var. Burada 2 doğru olmayan bənd var. Biz burada bu zaman 3 göstərmişik. Xeyr, 2 doğru olmayan hansılardır? 2 və 5-ci mülahizələr doğru deyil. Doğru olmayan 2 bənddir müəllimlər. Doğru cavab D bəndi. 27-ci sual. Qaçaraq uzunluğa tullanmada düzgün qaçış texnikasına aid olmayanı göstərək. Qaçaraq uzunluğa tullanmada düzgün texnikasına aid olmayan. Qaçaraq uzunluğa tullanmada düzgün qaçış texnikasına aid olmayanlar hansılardır? Baxaq. Qaçışın düz xətli olması bu doğrudur. Bu düzgün texnikadır. Qaçış sürətini getdikcə artması düzgün texnikadır. Qaçış məsafəsinin maksimal sürət əldə etməyə yararlı olması bu da doğrudur. Qaçış məsafəsinin təkan yerindən dəqiq düşməyə imkan verir. Bu qaçışın düzgün texnikasıdır. Təkandan əvvəl qaçış sürətini minimuma endirmək. Xeyr, belə bir qayda yoxdur. Biz bilirik ki, qaçaraq uzunluğa tullanmanın düzgün qaçış texnikası 4-dür, 5-dir. Baxaq, qaçışın düz xətli olması bu doğrudur. Qaçış sürətinin getdikcə artırılması doğrudur. Qaçış məsafəsinin maksimal sürət əldə etməyə yararlı olması doğrudur. Qaçış məsafəsinin təkan yerindən dəqiq düşməyə imkan verməsi bu da doğrudur. Deməli 4 mülahizə doğrudur. Təkandan əvvəl qaçış sürətini minimuma endirmək bu doğru deyil. Qaçış texnikasının doğru olan mülahizələri 5-dir. 5-cinin yerində olsaydı ki, qaçış məsafəsi təkan yerinə dəqiq düşməyə imkan verir, artıq bu da doğru olardı. Bu zaman yanlış qoyulub. Yanlış olan yalnız sonuncu bənddir. Bir də təkrar edirəm müəllimlər. Qaçaraq uzunluğa tullanmada düzgün qaçış texnikasına aid olanları bir də təkrar edirəm. Qaçışın düz xətli olması doğrudur. Qaçış sürətinin getdikcə artması doğrudur. Qaçış məsafəsinin maksimal sürət əldə etməyə yararlı olması doğrudur. Qaçış məsafəsinin təkan yerinə dəqiq düşməyə imkan verməsi doğrudur. Bir də 5-ci mülahizə burada göstərilməyib, amma adını çəkirik ki, qaçış məsafəsi təkan yerinə dəqiq düşməyə imkan verməsi bu da doğrudur. Adını çəkdiyim 5 mülahizə doğrudur. Amma bu sualın doğru olmayan bəndi Y bəndidir. 28-ci sual. Qısa məsafəli qaçışlar zamanı hansı komandalardan istifadə olunur? Starta diqqət, marş. Doğru cavab starta diqqət, marşdır. Qeyd olunan mülahizələrdən neçəsi doğrudur? 29-cu sual. 1600 metr məsafələrdə start xətti ilə finiş xətti üst-üstə düşür. Bu doğru mülahizədir. Start qəliblərinin qurulmasının 3 variantı var. Bu da doğrudur. Hansılardır? Adi, yaxınlaşdırılmış və uzaqlaşdırılmış. Sədlərlə qaçışda səddin altından keçmək olar. Xeyr, müəllimlər, keçmək olmaz. Sonra sədlərlə qaçışda rəqib üçün maneə yaratmırsa, sədlərlə qaçışda rəqib üçün maneə yaratmasaq, digər zolağın səddin üstündən atlamaq olar. Xeyr, bu yanlışdır. Belə bir qayda yoxdur. İdman yerişində adi yerişdən fərqli olaraq vaxt və texnika nəzərə alınır. Bu doğrudur. 29-cu sualın neçə mülahizəsi doğru oldu baxaq. 1-ci mülahizə doğrudur, 2-ci mülahizə doğrudur və 5-ci mülahizə doğrudur. 3 doğru mülahizəsi var. 30-cu sual. Start qəliblərinin qurulması nədən asılıdır? İdmançının, insanın antropometrik göstəriciləri. Antropometrik deyəndə biz nə də başa düşməliyik müəllimlər? İdmançının bədən quruluşu burada nəzərə alınır. İdmançının yalnız və yalnız bədən quruluşu. Yəni ki, idmançının ayağının qısa olması, idmançının ayaqlarının uzun olması, bədən formasının, bədənin quruluşunun daha yaxşı, düzgün olması antropometrik göstəricilərə aiddir. Elə bu antropometrik göstəricilərə görə də start qəliblərinin qurulması tətbiq edilir. 30-cu sual. Maneələrlə qaçışda hər dairədə neçə maneə var? Maneələrlə qaçışda hər dairədə 5 maneə var. Baxırıq, 30-cu sual. Yenə 30 oldu burada, baxaq. Növbəti 30. Start sürətlənməsi zamanı bədənin mailiyi nəyə xidmət edir? Start sürətlənməsi zamanı bədənin mailiyi xidmət edəcək, baxaq, qaçış sürətinin artırılmasına. 10 növçülükdə birinci gündə hansı yarışlar keçilir? Baxaq müəllimlər. 10 növçünün birinci gündə hansı yarışlar yəni 10 növçülük kişilərə aiddir. 10 növçünün birinci gündə keçirilən yarışlara baxaq. Nizə atmaq var. Sonra
2. Yadro itələmə var? Var. 10 nöqtəlikdən söhbət gedirsə, sonra nizə atma, qaçaraq hündürlüyə tullanma var. 2, 4 baxırıq. 4, 2. Aha, yəni 2, 4 fərq etmir. Deməli, necə adını çəkdik? 10 nöqtənin birinci günündə istifadə olunan, baxırıq. Nizə atma, sonra yadro itələmə, əlbəttə ki, var. Qaçaraq hündürlüyə tullanma var, birinci gündə istifadə edilir. 100 metr məsafəyə qaçış var, var. Sonra baxırıq, burada sonra nə var? Bir də bunun üzərindən vuracaq, görək ki, biz düz çağırırıq ya yox. Burada yanlışlığa yol verilib müəllimlər. Nizə atma yoxdur, üzr istəyirəm. Burada var, baxaq. Qaçaraq uzunluğa tullanma birinci gündə keçirilir. Sonra qaçaraq uzunluğa tullanma birinci gündə keçirilir. Qaçaraq hündürlüyə tullanma birinci gündə keçirilir. 10 nöqtəlikdə 1, 5 var, bəli var. Sonra 100 metr məsafəyə qaçış birinci gündə keçirilir. Bir də 400 metr məsafəyə qaçış. İndi adını təkrar baxaq. Bəndin özündən də görünür ki, 1, 5, 6, 8-ci mülahizələr doğrudur. 10 nöqtəliyin birinci gündə hansı növ üzrə yarışlar keçirilir? Baxaq, yenə təkrar. Qaçaraq uzunluğa tullanma, qaçaraq hündürlüyə tullanma, 100 metr məsafəyə qaçış və 400 metr məsafəyə qaçış. Bu 10 nöqtəliyin birinci gündə keçirilən yarışdır. 32. Çəkic neçə hissədən ibarətdir? Çəkic 3 hissədən ibarətdir. Metal, məftil, tutacaq. Doğru cavab C bəndi. Atmalar alətlərinin xüsusiyyətinə görə neçə qrupa bölünür? Atmalar alətlərinin xüsusiyyətinə görə 2 qrupa bölünür. Süzmə qabiliyyətinə malik olan atmalar, süzmə qabiliyyətinə malik olmayan atmalar. Süzmə qabiliyyətinə malik olan atmalar müəllimlər nizə və diskdir. Süzmə qabiliyyətinə malik olmayanlar yadro və çəkicdir. Doğru cavab A bəndi. 34. İcra üsullarına görə atmaların neçə növü var? İcra üsullarına görə atmaların 3 növü var. Qaçaraq, xətti, fırlanaraq. Doğru cavab A bəndi. 35. 4x100 estafet qaçışında hər bir komanda estafetin ötürülməsi neçə metrlik zonada həyata keçirilir? 30 metrlik zonada həyata keçirilir. Doğru cavab Y bəndi. 36. Klassik estafetlərdə estafet ağacının ötürülməsi üçün uzunluğu neçə metr məsafələr nişanlanır? Klassik estafetlərdə estafet ağacının ötürülməsi üçün 30 metr məsafələr nişanlanır. Doğrudur, bəli. Baxaq yuxarıdakı suala. 35-də estafet, hər bir komanda estafetin ötürülməsi neçə metr zonada həyata keçirilir? Buna da baxaq. Eyni sualdır, eyni mənanı daşıyır. Hər ikisində 30. 37. 4x100 metr estafet qaçışı zamanı Lənkəran komandası 6-cı qaçış zolağında yarışa başlayarsa, finiş xəttinin hansı zolaqda keçər? Müəllimlər, biz bilir ki, 4x100 metr estafet qaçışında hər bir komanda öz qaçış zolağında qaçmalıdır. Zolaqdan çıxmaq olmaz. Müəyyən olmuş məsafəyə qədər idmançı, bəli, idmançı əgər 6-cı zolaqda qaçırsa, sona qədər öz zolağında qaçacaq. Doğru cavab E bəndi, 6-cı zolaqda. 38. Uzunluğa tullanmanın digər üsulları kimi bu üsulda hərəkət fazalara bölünür. Aha, qaçış, təkan, uçuş, yerə enmə fazalarına bölünür. Doğru cavab C bəndi. 39. Addımlama və aşma üsulu tullanmanın hansı növündən istifadə olunur? Addımlama və aşma üsulu tullanmanın hündürlüyə tullanma növündən istifadə edilir. Sağ olun.